bizim məclisimizdə daha bir sərhədlərimizə aşan, bütün Türk dünyasına qoşan gözəl bir aliməmiz iştirak edir. O həm də Sadə Şəmmət qızının Kiçik Bədii Nəsr kitabının rəyicilərindən biridir. Üstəlik də gözəl alimdir, gözəl insandır, vətəndaşdır. Mənim üçün və bizim, əlbəttə, çox milyonlu Azərbaycan xalqı üçün unudulmaz ülvinin birisidir. Almaz Qasım qızı Binnətova, kitabın rəyicilərindən biridir. Teşekkür ederim. Aziz dostlar, aziz həmkarlar, bugün çok güzel bir məclisə toplaşmışıq. Əzizimiz, sevimlimiz Sadə xanım haqqında iki əziz həmkarımızın yazdığı kitablar, Mənzər xanım və Zakirə xanım. İsa müəllimin Akademiyanın prezidenti və bizim institutumuzun direktoru Akademik İsa Bəylinin hər dəfə xatırlatdığı bir söz var. Deyir ki, Azərbaycanın ən böyük alimləri bu ocaqda yığışıb. Ona görə məqalə yazanda, kitab yazanda biri-birinizə isnad eləyin, biri-biriniz haqqında kitablarını, ədəbiyyat siyahınıza əlavə eləyin. Həm deyir, kitabınızın sambalına təsir eləyəcək, həm də ki, qoy o müəlliflər, belə deyim ki, başqa ölkə kitablarınızı verdiyiniz ölkələrdə də tanınsın. Bu çox gözəl, ibrətamiz bir sözdür və ürək açıqlığı ilə deyilən bir sözdür. Ona görə bizim bugün burada əyləşənlərin bir çoxu bizim institutun əməkdaşlarıdır və hamımız bu gözəl məclisə tam səmimiyyətlə gəlmişik və Sadə xanımla eyni otaqda əyləşən, bəlkə də stollarda yanaşıdır. Mənzər xanım çox böyük ürək açıqlığı ilə yazdığı bu kitabı. Sadə Şəmmət qızının Kiçik Bədii Nəsri. Bu kitab eyni otaqda, bilirsiniz, bu kitabın səmimiyyətinə ona görə daha çox inanıram ki, yan-yana oturduğu bir həmkarı haqqında, onun tədqiqatları haqqında gözəl kitab yazıb, ürək sözünü yazıb və gerçəkliyi yazıb. Çünki Mənzər xanım elə bir qələm adamıdır ki, o ancaq gerçəyi deyə bilir. Yəni, o belə deyim ki, Mənzər xanıma xahiş eləyəsən bir şey yaz, əgər o onun könlünə düşməyibsə, o onun ürəyində yer eləməyibsə, onu sözləyə bilməz. Və mən bilirəm ki, bu kitabın yazılış ideyası da Sadə xanım üçün gözlənilməz oldu və o da elə bizi kimi sevinib. Zakirə xanımın kitabı isə, hörmətli Əsəd bəy çox gözəl dedi, müasir dövrün ən aktual bir məsələsinə həll olunur. Yəni, elm-metrik, mən əvvəlcə doğrusu bilmirdim ki, bu elm-metrik nədir. Bizim şöbədə bir gənc qızımız var, tədqiqatçı. O dedi ki, mən elm-metrik üzrə iş yazmaq istəyirəm. Soruşdum ki, qızım, o nə deməkdir? Və o mənə izah elədi və sonra gördüm ki, yəni bu bir neçə ilin söhbətidir və gördüm ki, müasir dövrdə təkcə ədəbiyyatşünaslıqda yox, bütün elm sahələrində elm-metrik ən aktual bir məsələdir və nə yaxşı ki, bu işi də elə bu işin bilicisi yazıb. Yəni, hər adam tutaq ki, belə bir mövzuya müraciət edə bilməz və müraciət eləsə də ortalığa bu səviyyədə bir iş qoya bilməz. Ona görə Zakirə xanım, mən sizi də ürəkdən təbrik edirəm. Sadə xanım bir iş yoldaşı kimi, bir Nəcib xanım kimi hamımızın doğrudan da sevinilmizdir. Ədəbiyyat institutunda ilk dəfə akademiyanın professoru adını almış bir adamdır. Bu akademiya prezidiumda belə bir titul, mən onu titul deyirəm, bilmirəm nədir. Amma yəni bizim institutumuzdan Sadə xanım seçildi. Onun nəyinə görə? Çünki onun elmi və əsas elmi yaradıcılığına görə və bizim institutumuzda mənim bildiyimə görə Moskvada gedib, institutun göndərişi ilə gedib Moskvada doktoranturasını yazıb, orada da müdafiəlik geri qaydan və qaydandan sonra 4 il təzədən o diplomunun təsdiqini gözləyən, səbirlə gözləyən bir xanımdır. Amma o, deyim ki, o 4 ildə heç də ruhdan düşmədi. Əslində o 4 ildən istifadə elədi, daha gözəl əsərlər qoydu ortalığa. Və Ədəbiyyat institutunda ilk bizim bir alimimiz ki, onun haqqında Sənətkarın Elmi Pasportu seriyasına kitab çap olunur. Bu da böyük nailiyyətdir. Yəni, hər adama nəsib olmayan, yəni özdə ilkin nəsib olmayan bir məsələdir. Sadə xanım, sizi ürəkdən təbrik edirəm. O qədər deyiləsiz sözlər var. Üzünüzün, qəlbinizin gözəlliyi üzünüzə çıxıb və ən böyük gözəlliyiniz də bizim o gözəl balamızdır. Onu da uğurlarınız alqışlayıram. Hələ bir onlar 16 yaşı olanda mən onun ilk şeirlər kitabını oxumuşam. Səidə qızımızın. Qızım, sən də təbrik edirəm ki, belə gözəl, layiqli, hamının hörmət elədiyi, nəcibliyinə, əxlaqına, ədəbinə, ərkanına, belə deyim ki,
ictimai ədəbinə görə sevilən bir anan var. Hamımızı təbrik edirəm ki, nə gözəl bizim sıralarımızda belə gözəl alimlərimiz var. Ədəbiyyat gününüzün gözü aydın olsun. Sağ olun.